Salam dəyərli tələbələrim, bu günlər sizlərlə rəssamlıq haqqında danışacağam. Ümumiyyətlə bu peşə nə üçündür? Bəzi insanlar üçün rəssamçı ifadəsi də var ki, bu peşəyi belə görürlər. Ümumiyyətlə bu peşənin nə olduğunu bilmir. Plus çını da artırır. Ümumiyyətlə bunu deyim ki, uşaqlar, çığ şəkilçisi, əlbəttə ki, peşə düzəldilmiş şəkilçidir, danışa bilmirəm məsələn. Xoş bir şey deyil. Biri qalıb rəssamçıları hörmətinə yanaşmıram. Rəssamçı ifadəsi birincisi yoxdur. Rəssamlıq özü geniş bir hissəyə aiddir. Burada məsələn dekorativ tətbiqi sənət ola bilər, rəngkarlıq ola bilər, boyakarlıq ola bilər, rəngkarlıq, boyakarlığı da, heykəltaraşlıq ola bilər. Hamısını bir çərçivəyə salmaq qeyri-mümkündür. Geniş bir sahədir. İnsan yaranan andan bəri ünsiyyət yox ikən şəkillər vardır. Belə bir söhbət var. Bunu da deyim ki, estetik zövqünü formalaşdırmayı istəyən, dünya görüşünü artırmaq istəyən insanlar topluluğuyuz biz. Sırf rəssamların olduğu bir kanal deyil. Mən burada tanınmış simalarda olsun, YouTuberlər olsun, takipçilərin seyircisi olsun, hər biri rəssamlıq olsun, bu estetik zövqünüzü formalaşdırmaq, gözəl bir video qarşısında çıxartmaq üçün və plus özümü də inkişaf etdirmək üçün bir müəllim kimi, həm də qabiliyyət imtahanına hazırlıq videoları çəkərək özümüzü və cəmiyyətimizi formalaşdırmaq üçün bir addım atdım. Əlbəttə ki, mən təkcə bu video ilə hər şey düzəlmir. Əlbəttə ki, sizin də dəstəyiniz də önəmlidir və bunu deyim ki, heç bu peşənin haqqında bir məlumat olmuyor. Bunu deyən insanlar ki var. Necə ki, məsələn, bəzi insanlar olur ki, uşaqlar, mən bir də əl işimi göstərirəm. Deyir ki, nə qəşəngdir, mən başım çıxmır, amma çox qəşəng bir şey oxşuyor. Amma belə bir insanlar ki var, başlayır bir dəfə şey eləməyə. Bu nəsə belə qəşəng deyil, bu filan kəsə oxşatdın, bu kimdir, atavı çəkmişsən, babağı çəkmişsən, nənəvi çəkmişsən. Başlayır belə laf qoymağa və çox kobud ifadələr istifadə etməyə. Adi bir YouTube videoya atıram. Başlayır nəyəsə oxşatmaya və ya mənfi rəy bildirməyə. Birincisi, mənfi rəy bildirənə deyim ki, sənin deməyinə mənə bir şey olmaz. Birincisi, öz mədəniyyətini, estetik zövqünü, tərbiyəni burada göstərirsən. İkincisi, odur ki, baxma keç. Yəni, bu qədər sadə və bəsit. Yəni, yormayın özünüzü. Zaten mən o videoyu şərhi görən kimi ya silirəm, ya da ümumiyyətlə cavab vermirəm. Yəni, əhəmiyyət vermirəm. Yəni, belə şeylərə şey olmayın da, necə deyim, vaxt sərf edin, daha önəmli şeylərə vaxt sərf edin. Əgər video baxmaq istəyirsənsə, baxa bilərsən. Birincisi olaraq, sizə gələn mənə suallar ki var, onları qəşəngcə filtr elədim və onları bir-bir başlayaq. Ümumiyyətlə deyir ki, rəssamlıq bacarığım yoxdur, mənim istedadım yoxdur. Ümumiyyətlə uşaqlar, istedadsız bir insan ümumiyyətlə yoxdur. Hər bir insanın özünə xas potensialı və istedadı var. Bunu üzə çıxarmaq söhbəti var. Əgər sənin rəssamlığa marağın varsa, əgər istedadın yoxdur olduğuna inanırsansa, deməli sənin düşüncədə problem var. İnsanın maraq göstərdiyi bir şeydə mütləq bir şey var ki, ona çəkən bir şey var ki, onu sevir. Məncə elə düşünürəm. Əgər öz üzərində işləsən, niyə də olmasın? Mən inanmıram ki, rəssamlığı sırf fitri istedadla əlaqəsi var, onu demirəm. Amma sən müəyyən bir səviyyə özünü gətirə bilərsən. O qeyri-mümkün deyil ki, bu karandaşlı qələmlə tutursan və əlini, biləyini oynatmaya çalışırsan, dünya görüşünü artırmaya çalışırsan. Söhbət bundan gedir. Sırf ayda fitri istedadım oldu, mən belə əsərlər yaratmalıyam, söhbəti deyil. Özünü müəyyən bir səviyyəyə çatdıra bilərsən, əgər istəyirsənsə. Əgər istəməyən bir insana onun yanına Salvador Dali, Picasso-nu da gətirsən, o da heç nə eləyə bilməzdi. Yəni, o istek olmalıdır. İnsanın bir hərəkətə keçirəcək bir hiss olmalıdır, bir məqsəd olmalıdır qarşına. İkinci sual budur ki, rəsm çəkərkən etdiyimiz səhvlər. Birincisi, komponentə səhv edir. Məsələn, bu dəftərdir də, elə deyil. Və əgər bunu rəsm olaraq fikirləşsək, bu gəmi burada olmalıdır, tam mərkəzdə. Yəni, mövqedə nə durursa, mövzu nədən gelirsə, o mərkəzdə olmalıdır. İşıq kölgə anlayışı olsun, rənglərin düzgün seçilməməsi olsun. Ümumiyyətlə, rəsmə başlayarkən bir düşüncə ilə başlayırsan. Mən bunu çəkə bilmərəm. Niyə çəkə bilməzsən? Səbəb nədir? İşıq yoxdur və ya karandaşın yoxdur, qələmin yoxdur. Əgər sənin bu istəyin, arzun varsa, o iş azdan çoxdan oxşamasa belə, sən öz dəsti xəttindən ortaya çıxar. Bəzən uşaqlar kaprivat eləməyə xoşlayır. Hə, sən o rəssam kimi istəməyə çalışa bilərsən, amma eləyə bilməzsən. Amma bunu bil ki, sən özündə inkişaf elətdirməyə çalışırsansa, o köçürmələri et. Amma məyus olma ki, mən bunun eynisini eləyə bilməm. Ola bilər, sırağı gün eləyəsən, başqa gün eləyəsən. Yəni, davamlılıq olmalıdır. Digər bir sualımız, niyə inkişaf etmirəm? İnkişaf etmirəm, ən böyük sözlərində də tutdunuz. Birincisi, özünə inan. Qıraqdan insanların fikirlərini önəmsəmək.
Sən sadəcə müəllimin sözünü önəmsəməlisən ki, o bilən bir insan. Demirəm, qıradakı insanın estetik zövqü yoxdur, heç nədən başı çıxmır, heç nə anlamır. Amma ən çox müəllim pedaqoji cəhətdən müəllim sənə kömək edə bilər. Əlbəttə qıradakı insanların fikirlərini al. Əgər sən müştəriyə nəsə işləyirsənsə, onun fikri önəmlidir. Amma bilməyən bir insan üçün bir şeydir, çünki onun yoxdur da, yəni başa düşmür. Ona görə inkişaf etmirsən, davamlılıq olmalıdır, daimi məşğul etməlisən, öz üzərində işləməlisən. Bir dəfə elədim, bir aydan sonra bir dənə şəkil çəkdim, yox. Sən inkişafdan burada söhbət gedə bilmir. Yəni özünə hər dəfə tənqidici yanaş, özünə. Başqasına get özünü tənqid etdirmək, yəni demək ki, hə mən heç nə edə bilmirəm. O da deyir, hə düz deyirsən, sən heç nə çəkə bilmirsən, bacarmırsan. Özünə daxilində ki, ola bilər mən bu səhvimi elədim. Gələn səfər düzəldirəm. Təkəbbürlü demirəm, təkəbbürlü olan uşaqlar. Təkəbbürlü olmaq heç yaxşı bir şey deyil. Rəssamların özündə də əksəriyyətində təkəbbürlülük olur. Mən bunu yaratdım, mən bunu elədim. Yaratmaq Allaha məxsusdur. Sadəcə çalışmalısan və hər dəfə pillə-pillə özünü inkişaf elətdirməlisən ki, mən bugün nə elədim? Mən bugün nəyi bacardım? Mən bugün bu rəngi, bunu qatdım, daha qəşəng olandı. Bu fikir nəsə eskiz dəftərində olsun ki, mən gələn dəfə bunu işləyərəm, tam maraqlı, daha gözəl bir şey ortaya çıxarıram. Məqsədin olsun, davamlı formada işlə, tənbəllik eləmə. İnsanı tənbəllik eləyə bilərsən. Sabahsı gün əhvalın pis ola bilər, xəstə ola bilərsən. Amma zənciri qırmamağa diqqət göstər ki, o həmin qoyduğun məqsədə çata biləsən. İmtahanda yüksək bal almağın metodları. Ümumiyyətlə, imtahana hazırlaşırsansa, düzgün bir vaxt seçməlisən. Yəni, sən 9-da oxursan, deyirsən ki, mən dizayner olacam. Əla bir vaxtdır, 9-cu sinifdən başla. Yox, qalırsan 11-ci sinifdə 6 ay qala, 5 ay, 1 ay qala, o qeyri-mümkün bir şeydir uşaqlar. Mənim bir vaxt periodu var, müəllimlərlə məsləhətləş. Mən deyə bilmərəm ki, filan kəs bu vaxta geçsin, filan kəs o vaxta geçsin. Mən o uşağı 2 dərsdən çağırıram. Baxıram əl işinə, mən dediklərimi eləyə bilirmi, başa düşürmü? O vaxtdan deyə bilərəm ki, hə, sən filan vaxta qədər gəlsən, sənə kifayətdir. Amma ona da tam konkret demək olmur. Nəyə görə? 2-3 dərsdən uşağın məsuliyyəti, onun davamlılığı, motivasiyası, özünə inamı. Elə vaxt olur ki, uşaq o qədər özündə inamsız olur. Mən o qədər ona motivasiya verməkdə öz motivasiyamı qurtarır da, yəni öz enerjimi qurtarır. Belə şeylərdə, yəni biz robot deyilik. Biz kodlanmırıq ki, bu vaxtda bunu eləyərsən, fisi alınacaq səndə. İnsanla duyğularımız var, hisslərimiz var, düşüncələrimiz var və qıradan gələn fikirlər ki var, onlar bizə çox təsir edir. Çalışın ki, gözünü qapat, məqsədinə fokuslan, mən bunu edəcəm, fisi, söhbət bağlanır. Qabiliyyət imtahanında necə hazırlaşın? Dediyim kimi, vaxt məsələsi çox önəmlidir. İndi bilirsiniz ki, yeni qaydalar ki var, buraxılış imtahanı ilə bağlı. Artıq yəni sadəcə qabiliyyət imtahanına 6 keçid balını keçməklə, həmin o sərhədi keçməklə buraxılış balına fokuslanırlar. Necə ki, yəni məsələn sən 150 yığmısan, qabiliyyətdən də 5 almısan, kəsilmirsən. Bundan söhbət getmir. Amma qabiliyyət imtahanına 6 alıb, buraxılışdan da 250 bal yığmısansa, sən ödənişsiz formada qəbul olursan, hansı universitet istəyirsənsə. Amma yox, qabiliyyətdə 10 almısan, buraxılışdan isə 100-ə heç keçməmişsən, avtomatik sən qabiliyyətdən nə qədər bal yığsan belə, o buraxılışına təsir etməlidir. Yəni, buraxılışa yüksək olmalıdır, bir də qabiliyyətdən keçidi keçməlisiniz. Dediyim kimi, davamlılıq olmalıdır, özünə inam olmalıdır, rəssamlıq budur uşaqlar, stres, özünə idarə etmə, özünə inam. Müəllimlə tələbə arasındakı bu kontakt çox önəmlidir. Müəllimə deyin, bilmədiyiniz hissələri deyin, müəllimə bunu necə edə bilərəm. Çox da ego formada yanaşmayın, müəllimə nə edə bilər ki? Hə, mən bunun bu səhvlərini dedim, onlara necə təsir edə bilər? Biz də tələbə olmuşuq, biz də sizin yerinizdə olmuşuq. Mən nə his keçirmişəmsə, sizi həqiqətən başa düşürəm. İndi bu dəyişiklik də, yəni, onu da başa düşürəm. Yəni, insansınız, xəyallarınız var, arzularınız var və bu maneələri dəf edə-edə o hədəfə çatmağın özü bir ləzzətdir. Müəllim demişkən, o marağı, o qürur hissi tam fərqli bir şeydir. Ümumiyyətlə dedim, rəssamlıqdan danışırıq, rəssamlığın nə olduğundan danışırım. Ümid edirəm, faydalı video olmuşdur. Digər videolarımızda istəyirəm ki, rəssamlarımızdan da danışaq. Çünki rəssamlığa hazırlaşıb da rəssamlardan bir xəbər olan uşaqlar ki var. Bu da özü də bir gülüncdür. Niyə sən bir rəssamı özünə niyə idol olaraq seçməyəsən? Xaricdəki insanlar, okey, başa düşürəm. Amma sən öz torpağında böyüyən insanlar ki var, onların yaşadığı o hisslər, o çətinlikləri bilmədən, onların dəstək xəttini əslində təqlid edənlər də var. Bilmirək ki, hansı əsəri işləyir, Pinterestdən götürür.
bilmək lazımdır uşaqlar, bilikli olmaq lazımdır. Bu sənəti başa düşərək hərəkət etmək lazımdır. Bir sözlə özünüzə yaxşı baxın. Digər videolarımızda görüşənədək hələ.